Salam əziz izləyicilər. Bu günlər sizə quyruqdan yağ hazırlamaq göstərəcəm. Quyruq yağı da ev şəraitində necə hazırlamaq lazımdır, necə olar. Hətta bina evində. Bax, bura bir bina evidir. Uşaqlar da yanında, köməkçilərin yanındadır. Ev şəraitində quyruq yağı hazırlamaq sizlərə göstərəcəm. Diqqətlə izləyin, diqqətli baxın, görəcəksiniz. Bax, quyruğu bu şəkildə doğrayırıq. Bu qədər quyruğun hamısını doğrayacağım. Burada 2 kilo 300 qram quyruq var. Baxın, bax belə fal-fal, bax bu şəkildə ayırıram onları. Bax belə bu cürlə. Şimdi göstərəcəm sizə. Yağ hazırlayıram, baxın, quyruq yağı. Bax bu şəkildə fal-fal onu doğrayıram, bax belə. Fala böldüm, bax belə. Hissə-hissə, bax belə. Baxın əzizləyicilər. Bax bu şəkildə böləndən sonra bu şəkildə qalır. Onu bax bu şəkildə yenə bölürəm. Bax belə xırda-xırda. Zövqə görə. İstəsəz iri kvadratlarda da eləyə bilərsiniz. Bəli. Əyləşim daha rahat olur. Bax. İstəsəz bax. Bu şəkildə baxın. Bax. Bunları ayırmışam, bax, bu şekilde fal-fal. Siz istəsəz bu kvadratları iri də edə bilərsiniz, zövqə görə. Bundan xırda da edə bilərsiniz. Yəni, bunlar əriyir, əriyəndən sonra xırda quyruqlar qalır. Necə nə istəyirsiniz, o cürdə də edə bilərsiniz. Onsuz da əriyəcək. Amma qalacaq orada, onun xırdaları qalacaq. Yəni, bu şəkildə bunların hamısını bölmüşəm falla. Bunların hamısını bu şəkildə doğrayacağım. Kvadrat. Muhammed, qab ver mənə. Qab. Köməkçilər, buyurun. Bırak. Əlik də bırak. Qoyun. Bax, bu şəkildə, baxın, əzizlərəcək. Siz xırda da eləyə bilərsiniz. Bundan iri də eləyə bilərsiniz. Bu şəkildə bunları doğrayırsınız. Bax, bunların hamısını bu şəkildə doğrayacağım. Bax, bu şəkildə və kvadrat, kubik doğrayıram. Doğradıqdan sonra bunları bura əlavə edirəm. Hamısını bura. Bu şəkildə əlavə etdikdən sonra hal-hazırda mən sizə bir qazan götürürsünüz, qoyursunuz peçə. Peçin üstünə qazan qızsın. Dərin bir qazan. Mən indi sizə göstərəcəm. Baxın, altını yandırdım. Bu orada bir qazan. Mənə elə gəlir ki, bəs eləyər. İndi bura 2 stakan, 2 fincan var. Su tökülür. Mən 2 yarım tökəcəm değil mi? 2 kiloya bir dənə 200 qramlıq bəs eləyir əslində. Mən 2 kilo 200 deyə bir biraz da tökürəm. Bax, bu suyun qaynamasını gözləyirik. Bu su indi qaynayanda pıt-pıt qaynamalıdır. Bu su qaynayanda mən quyruqları ora qoyacağım. Bax, su bu vəziyyətdə qaynayır. Bu vəziyyətdə qaynadıqda biz quyruqları bu suyun içine tökürük. Bu şəkildə. Bax, əziz izləyicilər, diqqətli izləyin. Quyruqları bu vəziyyətdə tökdüm. 2 stakan yarım su tökdüm. Mən 2 stakan tökdüm. Hər kiloya 1 stakan, 200 qramlıq stakan. Mən indi burada 2 kilo 300, 2 kilo 200 quyruq olduğuna görə mən də elə tökdüm. Tökəndən sonra su qaynayır. Pıqqapı qaynayandan sonra quyruqları bu şəkildə istədiyiniz ölçüdə doğraya bilərsiniz. Xırda da eləyə bilərsiniz. Biraz iri də eləyə bilərsiniz. Lap iri eləməyin də. Ərisin. Bu şəkildə tökürük. Qoyuruq. Sonra xodunu bamxoda salırıq. Bamxodda. Bax, bamxod bilirsiniz də necə bam. Sonra bunu gözləyirik. Bu saatlarla bu əriyəcək. Mən sizə göstərəcəm prosedurun hamısını. Əziz izləyicilər, bayaqki vəziyyətdən bu vəziyyətə alır. Baxın.
Bu hələ amma çox əriyəcək ha. Hələ var mı onun əriməyinə? Mən göstərəcəm. Diqqətli baxın videoya axıra qədər. Göstərəcəm. Sadəcə bax, bu vəziyyəti alır, hələ lap əriyəcək. Quzu quyruğudur da bu. Bildiyiniz kimi quzu quyruğudur. Bax, o bayaqki o kubiklərdən bu qalır. Hələ bu lap əriyəcək. İndi göstərəcəm hamısı sizə. Mən sizə qazın kodunu da göstəreyim. Baxın. Bax, bu vəziyyətdə. Nə az, nə çox. Bu vəziyyətdə qazı qoyursunuz. Başlanğıc olaraq lap birincidə lap az qoyursunuz. Su, yəni quyruq biraz ərisin, biraz yağ salsın. Ondan sonra biricilə artırın. Bax, bu vəziyyətə, hal-hazırda göstərdiyim vəziyyətə qoyarsınız. Baxın, əziz izləyicilər, bax, bu vəziyyətə düşəcək. Əridib, bu vəziyyətə düşməlidir. Bunlar üzə çıxmalıdır. Quyruqlar üzə çıxmalıdır. Sadəcə olaraq mən bayaqla əlavə etdim, onu çəkiş eləmirəm. Hər bir qədər duz, bir damcı da belə biraz duz çəkirsiniz dadınızı, biraz da sarkök. Tökülsün, dadın dəyişsin. Amma bax, belə olacaq. Bax, bu vəziyyətdə olacaq. Qazdakı oxudda. İndi arxasını göstərirəm. Diqqətli baxın videoya. Əziz izləyicilər, süzgəclə bu vəziyyətdə baxın. Bax, bu vəziyyətdə yerə koyup bax bu şəkildə. Buzları bax, günəşi boşaldırsınız. Yağa baxın, tərtəmizdir. Bax bu vəziyyətdə. Kodunu da alaq. Kodunu da almayı unutmayın. Kodunu alandan sonra 10 dəqiqə qalıb qoymalı. Əziz izləyicilər, bax yığdıq. Bütün quyruğu bax bu şəkildə yığdıq. Bu şəkildə qalır. 10 dəqiqə, çox yox, 10 dəqiqə gözləyirsiniz. Biraz soğusun. Üstünə qatıq əlavə edəcək ki, iyi qoxusu gəlməsin quyruğun. Əziz izləyicilər, bax 10 dəqiqə soydu. Artıq bir kasa qatığı bu toplar, bu kaynıyor. Kaynıyorda qatıq çekilecek gülə. Qatıq gülə çekilecek, ağaçlarla gülə çekilecek. Buna mesela kaynamalıdır. Bundan sonra süzülür, təmiz yağı əldə edilir. Mən size göstərəcəm. Diqqətli baxın. Əziz izləyicilər, bu artıq hazırdır. Baxa bilərsiniz, baxın. Bax. İndi sürəcəyik. Yağ hazır. İzləmədə olun. Baxın, əziz izləyicilər, bunu buradan süzürsünüz süzgəcdən. Təmiz yağ. Bu şəkildə süzürsünüz. Baxın, əziz izləyicilər, bax bu formada yağ əmələ gəlir. Təmiz duru yağ. Sonra qoyursunuz, bunu donur, işlədirsiniz yeməklərinizdə. Nuş olsun.